Hamınıza salam dostlar. Bu günlər sizə düzəltdiyim əl işi Toka Boka World evini sizə tanıtmaq istəyirəm. Əgər siz mənə like atıb abunə olsanız, mən sizə bunun düzəlməsini də göstərə bilərəm. Yəni mən hal-hazırda bunu düzəltmişəm, indi sizə göstərəcəm. Gəlin başlayaq. Başladık dostlar, ilk belədir, bu şəkildə bir şeydir. Burada gördüyünüz kimi bir ağaclıq otlaq var, yəni bura çöldür. Burada güllərimiz birlikdədir. Burada otluğumuz formada bunlar təkdir. Buradakı hər şey, bütün hər şey, çox şey, əşyalar falan çıxa bilir. Çıxması mümkündür. Yəni arxasını sıxışdırıb eləmişəm. İstədiyimizdə taxıb çıxarda bilirik. Taxıb çıxarda bilirik. Bu tərəfə gəldikdə girişə, burada bizim kampımız. Desəniz kampın girişinə əlaqə. Yəni ki, girişdə biz evlərimizin bəzi yanlarında kameralar var. Girişdə bu kameralara biz baxa bilərik. Buradan gör ki, açırıq kameralara baxaq. Və yaxud da başqa bir işlətmək üçün ki, burada kamperimizin yanında oturacaq var. Bir də belə bir oturacaq var. Bu oturacaqda gör ki, ayaqqabını geyərkən istəsək oturada bilirik. Təbii ki, bunlar da görürük. Yanında bir tane güldə var. Hamısının çıxartı da var. Burada da ayaqqabı rəfimiz var, gördüyünüz kimi. Ayaqqabı rəfimizin içərisində ayaqqabılarımız var. Üstdə gördüyünüz kimi. Bu otaq bu şəkildə idi. İndi gəlin ikinci səhifəsini göstərim sizə. Gördüyünüz kimi ikinci səhifəsində bizim qonaq otağımız, yəni zalımız bulunmaqdadır. Gəlin indi buranın necə olduğuna baxaq, sizə tanıtım. Burada gördüyünüz kimi bizim belə bir televizorumuz var. Televizorumuzun altı çıxartdır. Altıda bir dənə xalçadır. Xalça da çıxıb taxıla bilir. Bu şəkildə ürəkli bir xalçadır, narıncı. Sonra burada bizim güldanımız, stulumuz var iki tane və stulumuzun üstlərində çıxa bilən bu şəkildə yastıqlarımız var. Çox gözəl narıncı yastığımızdır. Arxasında isə bizim pəncərəmiz bulunmaqdadır. Pəncərədən günəş görünür və günəş pəncərəmizin üzərində pərdələr var, ancaq pərdələr qabağa verilir var. Bu şəkildədir bu. İndi üçüncü otağa keçək, görək üçüncü otaq nə? Dostlar, üçüncü otaq gördüyünüz kimi bizim otağımızdır, ananın otağıdır. Gördüyünüz kimi ana burada uzanıb, istəsə belə də, ya da istəsə bu şəkildə də bunu keçirdərək, bir dəqiqə, belə keçirdərək yatırda bilərsiniz. Çox asan bir şəkildə. Burada yenə gördüyünüz kimi qızımız var. Qızın paltarı əynindən çıxa bilir. İstədiyimizi taxa bilirik. Yanında pəncərə ilə şkafı var. Qızın paltarı çıxa bilir. Dediyim kimi bu formada da gözəl. Və yanında gözəl bir şkafımız. Şkafımızın içərisi doludur, baya doludur. Baxın gördüyünüz kimi paltarları, şalvarları, köynəkləri, yufqaları, bütün hamısı, çantası, papağı da burada gördüyünüz kimi. Burada başqa geyimlər də var. Bunlar hamısı da tək-tək çıxa bilir bu şəkildə. Papağı da çıxa bilir, istəsək qıza istədiyimiz bir kombin eləyə bilərik. Məsələn, gör ki, bu gəzməyə gedir qızımız.
Kızımıza belə bir kombin eləyim. Böyle giderken ayakkabı, şalvarlı ve köynəkli bir şəkildədir. İstəsək çantamızda hazır. Yeri bu şəkildə. Çantamızı da taxdıq, əlinə verdik. Hesabımızı da başına bu şəkildə taxdıq. Və taxdıq bir qız olur. Böyle. İstədiyimiz kombini dediyim kimi buradan biz eləyə bilirik. Hamısı çıxır. İstədiyimiz formada. Gəlin indi üçüncü otağa keçə bilərik. Keçək. Dostlar. Dostlar, gördüyünüz kimi ən gözəl, ən dolu, ən gözəl düzəltdiyim otaq demək olar ki, ən süper olan otaq bu otaq olub. Mənim favorim bu otaqdır. Siz də yorumlarda yazın, ən çox hansı otaq gözəl olmuşdu deyə. Məncə mənim favorim dediyim kimi Oknadır. Gördüyünüz kimi burada soklarımızın bulunduğu bir yer var ve arkasında pəncərə var. Bilirsiniz ki, bu ev bina evidir. Belə binalar arkasından görünür. Yanında dop dolu bir şkaf var, dolab var. Dolabımızın orta tərəfində nəsə desəm, unuttum ismini. Kartof kızarır, köfte kızarır gördüğünüz kimi. Burada meyvelerimizi koymağa yer ve mürəbbəmizi koymağa yerdir. Burada da şirniyyatlarımızı, ne bileyim simitskalarımızı falan burada bulundururuq. Yanında ise xaladenik var. Xaladenik dop doldu. Çörəkdən tut pizzaya qədər, pizzadan süt, yumurta, yağ, her şey var. Yanında da gördüğünüz gibi buradan su tökmək mümkündür. İsteseniz. Sonra burada da şkaf var. Şkafımızda, rəfimizdə belə bir şkafımızda, rəfimizdə belə bir qabımız, stəkanlarımız, kofemiz ve yumurtamız bulunmaktadır. Altında musluğumuz, krantlımız var. Krantlımızda yanında belə bir feri şampunumuz var, qab yumaq üçün. Burada çay tökmək üçün şeyimiz ve qazımız var. Burada masamızdır. Burada gəlib Tokabird karakterlərimiz burada yemək şehir bu şəkildə oturub. Məsələn, mən buna indi bir dənə yumurta vermək istəyirəm. Səhər yeməyi yesin. Bir dənə yumurta, yanında da çay. Məsələn, gəlsin güya ki bu burada yer. Ya da ki edə bilərəm. Bu burada gördüyünüz kimi bu burada kofe içir və yanında da atıştırmalık olaraq Oreo və yaxud da başqa bildiğimiz şirniyyatlardan bal, pendir, çörək, her şey ola bilər. İstədiyiniz o artıq sizin özünüzə bağlıdır. İstədiyiniz formada oynadırsınız. Keçək o biri otağımıza. Görək o biri otağımızda bizi necə bir şey qarşılayacaq, necə bir şey olacaq. O biri otağımız santar qoşağıdır. Gördüyünüz kimi burada bizim hamam xələtlərimiz var. Hamama çıxarkən bunu geyinirsiniz, gedirsiniz. Hamamımıza da bu şəkildə qızımızı soyundurup bu şəkildə keçirdə bilirsiniz yataqdakı kimi. İstəsə çıxıb bu şəkildə şeyini də geyinə bilər və gedə bilər. Yanında şey de var. Gördüğünüz kimi belə bir paltar yuyan maşını, üzərində feri var. Paltar yuyan maşını yumaq üçün belə batırsınız, basırsınız. Yox ki buradan tökürsünüz. Belə düyməni təzədən basırsınız, bu yuyur yox ki. Sonra bu tərəfə gəldiyimizdə bizim içərisinə ata biləcəyimiz bir zibil qapımız var. Bu şəkildə içərisinə istədim. Ata burada gördüğünüz kimi şeyimiz var. Burada belədir.
Burada yanında muz krantımız var əl yumaq üçün. Aynası da təbii ki də bulunmaqdadır. Şkafı da, şampon da. Ve burada xalçamız da var. Gördüğünüz kimi buradaki her şey bu şeyler, burada tostoran, silen falan filan var. Ev temizleme aletleri. Bu xalça, sonra bunlar, bunun içindeki indi bulduğum her şey tərpənir. Ve bu otağımız da bu şekilde. Gəlin keçək o biri otağımıza. Neçənci idi otaq? Yadımdan çıxdı dostlar, üzr sayın. O birisi otağımıza keçək indi. Demək olar ki, o biri otağımızda heç bir şey yoxdur. Az miqdarda bir şeyimiz var, çıxartmalı. Ancaq çəkilimli çox şeyimiz var. Burada binalarımız var, ağacımız, havuzumuz, pəncərəyə bənzər bir şeyimiz var. Burada masamız, sokumuz, şirniyyatımız, topumuz var. Başka da bir şey bulunmur burada. Yani çok bir şey koymaq istəmədim buraya. Bura bizim terasımızdır. Necə desəm, belə girib burada oyun oynayırlar falan filan, belə bir şey deyim də. Keçək o bir otağımıza. Dostlar, bu otaq da çox gözəldir məncə. Mənzərəsi falan filan. Buradakı mənzərəsi. Sonra burada bura makyaj otağıdır. Sizə birinciden deyim. Burada gördüğünüz kimi böyle bir şkafımız var. Şkafımızda broşlarımız, taclarımız falan filan. Darağımız da var. Sonra böyle ətirimiz, nə bilim, makyaj malzemelerimiz var. Hamısı bunların da tek çıxır. Çantaların içərisinə istədiyimiz hər hansı bir şey qoya bilirik. İçində mən indi bir sürü şey koymuşam. Baxın içərisinə mən nə qoymuşam içərisinə. Gözləyin, indi çıxardacağam. Məsələn, belə bir dəftərçə qoymuşam. Sonra nə qoymuşam? Bir sürü şey var. İndi mən bunları çıxarda bilmədim. Ne? Bu da çıxabilir. Bu da çıxabilir. İstəsən bura qoya bilərlər. Çox gözəl otaqdır burası da. Buranı da mən bəyənirəm, amma ən çox sevdiyim mutfaqdır. Sonra bura bizim oyun otağımızda. Uşaqlar burada oyunlar oynuyorlar. Burada televizorumuz var. Bunu biraz pis çekebilmişim. Pis çekmişim yani. Onu özüm de bilmedim necə bir şey çekim televizoru. Ona göre elə pis oldu. Burada şarlarımız var. Buranın üstü bəzənilib. Burada pəncərəmiz var və pəncərəmizin üzərində oyuncaqlarımız, kitabımız falan filan bulanmaqda. Burada da bir şey var. Yəni mən bu otağı çox da bəyənməmişəm. Heç bəyənməmişəm demək olar ki, gözəl olmayıb məncə, amma yenə də dəyər məncə. Keçək o bir otağımıza. Dostlar, bu otaqda şirin balaca balamızın otağıymış. Burada şirin balaca balamızın oyuncağı var. Burada şirin balaca balamızın paltarını giydirərkən burada giydirmək var. Burada şirin balamız belə bir dərs öyrənir. Məsələn, zürafələri, pişikləri, tülküləri falan filan, kubları, kuboidləri falan filan burada öğrenir. Burada da duvar kağıdı var gözükmüyor. Kuklaları yine yanında yatır. Burada paltarları var. Yine hamısı tek çıxabilir və istədiyiniz formada kuklalarınıza kombin eləyə Və xalçası da var, ancaq xalça çıxmır. Bu qədərdir bu otaqda. Keçək o bir otağa. Dostlar, bu da son otağımız, son yerimizdir. Yəni bu qədərdir. Burada hamısı tek çıxır. Bu. Yenə kombin eləyə bilirsiniz. Yenə bu da gördüyünüz kimi buraya keçmək olur. Bir dəqiqə. Belə keçə bilir. Burada pəncərəmiz var. Yanında telefonu var. Bir de şkafı. Bir de yanında rengarenk belə bir xalçası var. İstəsəm mən bunu ayaq altına da üşütməsinlər deyə də qoya bilərəm. Burada belə bir yerdir. Dostlar, bu qədər idi evimiz.
Yenə həminkisi kimi deyim, əgər çox like gəlsə, abunə gəlsə bu videoya, mən sizə bunun düzəltməsini, buna belə bir şeylərin düzəlməsini də sizə göstərəcəm çoxluca. Ya da başqa evin tanıtımını da göstərəcəm sizə. Əgər abunə və like gəlsə. Videomuz bu qədər idi. Sağ olun, salamat.